Şəki, Qax, Zaqatala şimal-qərb bölgəmizdə öz koloriti ilə seçilən rayonlardan biridir. Coğrafi şəraiti, özünə məxsus adət-ənənəsi ilə daim maraq doğuran yurt yerimizdir. Gözəl Zaqatala, güllər diyarı. Arxanca mən gedim, qabağa sən düş. Bu misraları oxuyanda Zaqatalanı görməmişdim. Gördüm, vuruldum. O zaman sözün gücü ilə sevmişdim. Görəndə isə gözəlliyinə aşiq oldum. Özü insanlarından gözəl, insanlara özündən qiymətli yurt yerimiz. Əslində yurt hara sənə doğma gəlir, harada gəncliyin, uşaqlığın keçib yurt olar. İnsanın həyatını çox vaxt təsadüflər həll edir. Razısınız bu fikirlərlə? Yazı alın yazısı. Təsadüf deyil, onun hamısı göydən yazılıb gəlir Abdü müəllim. Biz elə təsadüf bilirik, vallahi. Məsələn, mən gəldim, ikinci dəfə Balakənə getdim, Filçay yolunda işlədim. Təsəvvür edin ki, heç qiymət vermirdilər. Gördüm, yolda ağsu perevalları kimi perevallarla qalxır. Dağa qalxır. Hətta Hüseyin Arif o vaxtlar gəlib Balakənə. Bizim idarəyə Nəzir Əhmədov göndərib. Müdür danışırdı ki, apardım o yolu göstərməyə. Qalxdıq. Orada da hamısı partlayışla gedirdi. Yol çəkilmiş. Gözəl meşələr. Dağıdılar. Dağda. Deyir, qalxdıq, göstərdim, geri qaydında soruşdum ki, şair, necədir, xoşqa gəldi mi? Deyir, ayağındıra qalsın sizin çəkdiyiniz yol. Meşələri nə günə salıbsınız ki? Təbii yanaşması da. Şair yanaşması, şair yol da lazımdır da. Mövlud Qəhrəmanov Qərbi Azərbaycanın Kalino rayonunda dünyaya gəlib. Bu ad bir neçə dəfə dəyişib. Politexnik institutunu bitirib, yol mühəndisidir. Təyinatla Zaqatalaya göndərilib. O vaxtdan ömrü yolunu Zaqatalaya bağlayıb. Yol mühəndisi kimi əmək fəaliyyətinə başlayıb. Az bir zamanda ağlı, savadı ilə hörmət qazanıb. Cavan yaşında ona böyük etimad göstəriblər. İş icraçımız vardı. Özü də bilmirdi hansı döngədən hara dönməliyik. Layihə zat yaddan çıxmışdı. Biz vagonda qalırdıq, iş ustaları. Mən götürdüm layihədən, çıxarış elədim və gerizgi instrumentlərlə bu elədiyimizi və eləyəcəyimizi çəkməyə başladım. Bəli. Böyük vatman kağızlar alıb bir 10 list işləmişdim. Bir də gəldi Moskvadan bir yoxlama. Əlvan Metallurgiya Nazirliyindən. Dedim, mən 2 layihə tikdiyimizi də üst-üstə çəkmişəm. Biri qırmızı xətlə, biri qara xətlə. Dedi, haradadır? Dedim, vagondadır. Get, gətir. Gətirdim, qoyduq orada. Torpağın üstündə bir izah elədim. Və razılaşdılar məndən. Sonra geri idarəyə qaydanda müdürə deyirlər ki, bəs səndə bir savadlı mühəndis var, onu da aparıb dağa tullayıbsın, sənə lazım deyil, onu biz götürürük buradan. Və odur ki, məni dəyişdilər idarəyə, idarədə işlədim, İsmail'lə Qutqaşan yolu gedirdi onda. O yolda mən çox işlədim. Göyçəkaydan başladıq, Dəmiraparan çayı, Vənnam çayı, o partlayışların çoxunda mən eləmişəm. Və elə bir vaxt gəldi, 78-ci ilin mart ayında
Gəncədə bir trest açıldı. Eloat Eksploatasyon Liniyeni Upravleniya Avtomobil Darog. Orada bir müdür var idi, Yolçiyev. Rəhmətli Şıxıldan idi. O elə bir ki, bir neçə dəfə biz rastlaşdıq. Layihədə, nə bilim, başqa işlərdə mənə vurulmuşdu. Qabaçı Gəncəyə aparmaq istədi. Getmədim. Sonra bu Zaqataladakı müdürlə yola getmədilər. Onu çıxardanda məni zorla məni müdür qoydu. Səməd Vurğun deyir ki, yeri gəlmişkən, insan o müqəddəs bir kainatdır. Bu saf qəlbi pozan yalnız həyatdır. Mövlud Qəhrəmanov nə deyir? İnsan həyata gələndə, Avrum müəllim, bir ağ vərəq şəklində, Ağ lövhə deyirlər. ağ kağız şəklində gəlir. Və insanın gələcək həyat yolunu, düzdür, mən mövhumatçı da deyiləm, amma mən Qədərə inanıram, hə? qədərə inanıram. Qədər, qismət, nə yazılıbsa o da olur. Ola bilərmi ki, o qədəri sən öz əlinlə yazasan? Öz fəallığınla? Yaza bilməzsən. Mümkün deyil. Mümkün deyil. Çünki ona o qədərə çatmaq üçün Allaha sevgim və kitablara sevgim məni bu vəziyyətə gətirdi. Mən bugün də 3-4 ildən 80 yaşım tamam olur. Yenə də mən gündə oxumasam yata bilmirəm. Elə kitablar var ki, bəlkə onu mən 4-5 dəfə oxumuşam. Hələ orta məktəbdə oxuyanda Çalı quşu, Güntəkinin roman, hə, çox populyar idi. Çalı quşunu bəlkə müəyyən fəsilləri vardı, əzbərdən deyirdim. Özdə insan nə qədər oxuyursa, o qədər savadsızlığına duyur. Çünki insanın biliyi bir xırda dairə şəklində olanda, sən elə bilirsən, nəsə bilirsən. O dairənin əhatəsində bilmədiyin şeylər var. Amma elə ki, biraz biliyini genişləndirirsən, dairə böyüyəndə toxunduğu bilmədiyi sahələrə toxunduqca, ondan da öyrənim, bunu da öyrənim, bunu da öyrənim və görürsən ki, öyrənib çatdıra da bilmirsən. Mən ətrafımda həmişə yaxşı adamlar görmüşəm. Çünki yaxşı gözlə baxmısınız. Çünki mən də insanların xoş günlə sevmişəm, pis günlə kədərlənmişəm. Uşaq yaddaşı möhkəm olur. Qaray sənin gördüyün təbiəti, bulaqları, coğrafi şəraiti və Zaqatalanın. Təbii ki, hər ikisi gözəl mənzərəli yerlərdir və oxşarlıqları varmı? Bunu müqayisə edək. Belə deyək ki, Avrum müəllim, Qaraysa bugün mənim gözümlə biz Alp çəmənliyinə, bəzi yerlər subalp çəmənliyinə gedib çatırdı. 2100 metr dəniz səviyyəsinə hündürdə idi. Zaqatala 550 metrdir dəniz səviyyəsindən. Zaqatalanın Aranı dağı var. Alazan vadisi, demək, Zaqatalanın Aranıdır. Gözəl üzüm, gözəl meyvələr yetişir. Amma Zaqatalanın dağlarına qalxırsan, gözəl dağlar var. Zaqatala qoruğu var. Bütün heyvanlar, amma Qaraysa kəndində çəmən idi, çiçəklər idi. Bizim evin kənarlarında elə gözəl çiçəklər vardı. Buradan gedən adamlar mətəl qalırdı ki, yəqin bu çiçəkləri özünüz əkmişsiniz. Məsələn, bənövşə boynunu əyən, əyri boyun bənövşə bizdə olurdu. Yumruq boyda boyu. Bənövşənin böyründə nərgizi görmüşəm.
o Aşıq Avdının şeiri var. Deyir, Lilpar batıb dərinliyə yalvarır. Çox adamdan soruş, Lilpar nədir bilməz. Amma mən bizim kəndin ətrafında 3 məşhur bulaq var idi. Kürtlər bulağı, Moyroyluq və Əskər bulağı. O bulaqların içindən çıxırdı Lilpar. Belə enli yarpağı. Bulağın içindən çıxır. Hətta bir ləzzət verirdi. Çünki o inəklər də, qoyun da sağırlar axı. Onlar hamısı çiçək yeyirdi. Bəli. O qədər. Onun ətinə təsir edirdi. Bəli. Və yaddaşına da insanların, ömrə də, məsələn, Kalino rayonundan köçən Azərbaycanlılar, deyirəm də Mövlüd Süleymanlı 85 yaş yaşadı. Allah rəhmət eləsin. Təsəvvür edin ki, yenə baxırdın, Cavan idi. cavan görünürdü. İyiydi, Mövlud Qəhrəmanov bütün Azərbaycanı özünə yurt sayır. Ancaq doğulduğu, boya başa çatdığı Kalino, Qarahisə kəndi, yurt salıb yaşadığı Zaqatala rayonu ona daha doğmadı. Qarahisəni yaddaşında yaşadır. Zaqatalanı isə ömür gün ortağı bilir. Burada evlənib, övladları bu məkanda dünyaya gəlib. Bütün xeyir, şəri Zaqatala ilə bağlıdır. Övladları ata yurdunu bir neçə dəfə ziyarət eləyib. Qarahisə geniş alp çəmənliyi ilə yadında, yaddaşında qalıb övladlarının. Zaqatalanın isə uca dağları, Böyük Qafqazın yüksəklikləri ilə daim üz-üzə, göz-gözə dayanırlar. Övladları da, özləri də. Qida da böyük. Su, hava, aldığın hava. Siz indi Bakıda yaşayırsınız, fəxr edirsiniz, şəhərdə yaşayırıq. Elə də yox. O şəhər havası dözülməzdir. Zaqatala cəmaatı çox mərd cəmaatdır. Təsəvvür edin ki, 78-ci ilin mart ayının 15-dən və bir barmaq kağız məndən ya raykoma, ya nazirliyə, ya prokuraturaya şikayət getməyib. Demək olar ki, Azərbaycanın bütün rayonlarını qarış-qarış gəzmişəm. Bəzilərinin 10 kəndində çəkilişdə olmuşam. Belə rayonlar var, özü də bir neçə dəfə. Mənə heç bir yerdə asma körpü rast gəlməyib. Çay üstə körpülər var. Dəmir betonlar üstündə dayanan, nəhəng körpülər var. Ancaq asma körpü deyilən proyekt deyək, nə deyək, ona mən rast gəlməmişəm rayonlarımızda. Bakıda ola bilsin var. İndi təzəliylə. Təzəliylə var. Ancaq neçə il bundan qabaq sizdə Zaqatalada asma körpü fəaliyyət göstərir. 2008-ci ildə açılıb. Mənim də layihədə zəhmətim var. Amma layihəni verən layihə institutu vardı. Və elə körpünün yaranmağı orada demirəm 26-cı ildə tikilmiş bir körpü var idi. Trapetiyadalni podkorsun sistem. O vaxtda reislərlə tikiblər. Neçə bizim zamanımıza qədər sel neçə dəfə dözmüşdü. 5 metrdən bir dayaqlar vardı. Hər dəfə sel gələndə vurub dağıdırdı. Çox hissəsi dəyişdirmişdik. Və Asif Əskərov indi bizim deputatdır. Burada başçı olanda hər dəfə məni gətirir ki, bu körpünü gətir, bir bəziyək, bir gözəlləşdirək. Deyirəm, Asif müəllim, qoca qarnı bəzəməklə cavan olmayacaq. Bunu bəzəmək dedi, onunla bir layihə ilə bu körpünü tikək. Mən layihə dedim, istənilən dedi, bəli. Getdim, asma körpünün layihəsini elədim. Layihə yox, eskiz variantını. Köhnə variantı da kompüterdə çəkdik. Getdi Nəqliyyat Nazirinin yanına, qəbuluna.
Körpü söhbətini Zaqatalada hamı yaxşı bilir. Bilir, o mənada ki, hər gün bəlkə də gündə neçə dəfə asma körpünün üstündən keçib gedir. Belə baxanda bütün Azərbaycanı qarış-qarış gəzmişəm, heç bir yerdə asma körpüyə rast gəlməmişəm. Yalançılar sözü, uzunluğu da bir xeyli var. Buradan dünyanın o üzünəcən. Deyir ki, bu körpünü mən istəyirəm Zaqatalada başlayaq. Asma körpünü. Bir xarici firma tap bunu tiksin. Zaqatala gözəl rayon. Onda Asım müəllim deyir ki, Mövlüd tikəcək. Mövlüd kimdir? Heç məni tanımırdı. Cavit müəllim də deyir, Mövlüd kimdir? Deyir, DEO-nun müdürü. DEO yamaq idarəsidir. DEO körpü özdə asma körpü. Deyirlər, Mövlüd istəsə tikəcək. O söz mənim boynuma qoydu. Layihəni Nə qədər vaxta başa gəldi o? 3 il, 4 ilə çalışdıq. Öz güvənin varmı? Əlbəttə güvənməsəm girməzdim axı ona. Elə onu soruşmaq istəyirdim. Demək, daha çox sizi o işə öz güvəniniz təhsil. Bəli. Çox körpülər tikmişik. Ondan aşağıdakı körpü, bəlkə də qabatın görmüş olardınız. 6 metr enində idi, pis görünürdü. Bu yol rekonstruksiya gedəndə mən öz üzərimə götürdüm, onu rekonstruksiya edib 12 metrəyə çatdırdım. 67-ci ildə tikilmiş körpünü. Kəsilən tirlər idi, kəsilməz tirə çevirdim, bütün üstünü dəyişdirib və birində Balakəndə mənə baxıb elədilər. Mövlud Qəhrəmanov ömrün müdrik çağlarını yaşayır. Maşallah 80-i haqlayıb. Ürək, beyin qaydasınca işləyir. Biraz ayağında ağrı var, biraz da gözlərini yorub deyəsən. Cavanlıqdakı qaynarlıq, işgüzarlıq hələ də onu tərk etməyib. Deyir ki, bu yaxınlarda yenə asma körpü layihəsi vermişdilər tikməyə. Özləri cığalladılar. Yenidən qura bilərsiniz marağıma, tikərəm, anrı da keçərəm cavabını verdi. Bütün böyük sərkərdənin də, böyük ixtirasının da, böyük söz qələm adamının da canında istedaddan, qüdrətdən başqa ayağını yerə möhkəm diriyən öz güvəni var. İstək olmalıdır. Öz güvəni var. Və çiynini uşun altına qoyur. Onun hər tərəfi ola bilər, hər üzü ola bilər, uduza da bilər. İndi necə baxırsan, 77 yaşlı Mövlud Qəhrəmanovun öz güvəni hələ özündədirmi? Özündədir. Düzdür, xəstəliklər sıxır. Gözdə problemim var, artroz var, nə bilim, podagra var. Yaşla bağlı olanlar var. Yaşla bağlı olanlar var, amma bu yaxınlarda bir təklif edədilər ki, gəl filan yerdə körpünü tik. Getmişdim, sonra özləri nəsə dəbbələdilər, özləri tikəsi oldular. Yəni mən bu saatda gedərəm. Bu saatda gedərəm, tikərəm. Nə gözəl, nə gözəl. Və o kitablar ki məndədir, oxu. Tətbiq elə. Bəli, bir şey ki oxuyub, da mən cəldlikdən danışmıram da, kosmonavt yox, kəndirbaz yox. Aydındır, aydın. Amma bir şey ki savadla, oxumaqla mümkün deyilmək, mən onu eləyərəm. Sadəcə olaraq yaş gəldi, çatdı, sağ olsunlar, mənə də elə 70 yaşına qədər icazə verdilər, işlədi. Tərəqqi medalım var. Cənab Prezident tərəfindən verilən tərəqqi medalı var. Balakən aeroportu tikiləndə demək ki, ora layihə göndərmişlər. Müdürlə mən getməliydim. Müdür, DEO-nun müdürü getdi. Biz düşdük, onda
İl-14 təyyarəsi uçurdu. O yaşıllığa da düşə bilirdi. Bəli. İndi yağ qırıqlar üçün aeroport tikilməlidir. Onda Moskva tələb elədi ki, Balakəndə tikilsin. Filizçay Orada olduğuna görə. orada olduğuna görə. Getdi, biz maşından düşəndə aeroportun rəisi təqdim elədi ki, bu Rövşən müəllimdir, bu da Qəhrəmanov, Naçalnik Peto, Pravzuzun Texnik Adliyin. Ermənidir. Şeydən də Azaldan gələn. Azərbaycan aerodromundan gələn. Dedi ki, Naçalnika Virju, но другой начальник нет. Yəni, məni heç saya salmadı. Getdim, layihəni də gətiriblər. Biz tikməliyik oranı. Mən teodaliti niveləri götürdüm. Dedim, mən gedim, trassanı qəbul edeyim. Gittim, gördüm, bu layihəni hardansa köçüdüb gətiriblər. Sakov demirəm, əməkdar mühəndisdir. Bunlar məni nahara çağırdılar, ona da getmədim. İşlədim. Tam sübut elədim ki, bu layihə yaramır. Saat 5'di gəldim, 5'e qalıb ya belə. Götürüb, yaxşı da xətti var idi, kalligrafi. Aktı yazıb, aeroportun naçalnika qol çəkdi, nə bilim, İspalkom qol çəkdi. Mənim qavama itələ patpeşiti. Dedim, nəyi? Təsdiqini mi layihəni? Layihəni dedi, sana təhvil verirəm. Dedim, hanı layihə? Açda это, dedim, это не проект. Это подделка. İndi Rus dilində deyirəm. Aydındır, başa düşürəm. Nəyi dedi özünə? Sən bilirsən, mən Azərbaycan əməkdar mühəndisiyəm. Əməkdar mühəndis danışırsan. Dedim, mənim üçün fərqi yoxdur. Bu layihə deyil. Dakajete, dedim, dur gedək. Durduq, instrumentlər orada qurulu və sübut elədim. Başladı mənə yalvarmağa, həmin əməkdar mühəndis. Ki, yola ver, hə? Ki, mənə xüsusi təyyarə veriblər, göndəriblər. Mən neyniyim indi? İspakum da deyir, qol çəkdi. Nə qol çəkim, mən layihə qəbul edirəm tikintiyə. Kör peşman qayıtdı, getdi. Və bir 10 gündən sonra bir də müdür məni çağırdı ki, Mövlüd gedək, Zayka gəlir. Bir xüsusi bir təyyarə dolub gəliblər. Təyyarədən düşən kimi Zayka dedi, кто браковал наш проект? Müdür göstərdi məni. Dedim, мы будем здесь есть, пить, кушать, а ты будешь работать. Что ты напишешь, я подпишу. Mövlud Qəhrəmanov ömrünü boşa sovurmayıb. Özündən sonra adını, ünvanını soraq verən bir çox tikililər onun adı ilə bağlıdır. Zəngəzur kanalına çəkmək fikrimi ona bildirəndə nəyə lazımdır? Mən təqaüdçü adamam. Gedin cavanları çəkin, dedi. Açığı, biraz gilə oxudum bu sözlərdən. Biraz da niyə gec axtarırsınız nidasını duydum. Odur ki, bu işə daha ürəklə girişdik. O yurtda doğuldun, bu yurtda yaşayırsan. Yəni, qara hissədə, Kalinovun qara hissəsində doğuldun. Zakatalada... İndi Taşir rayonu da oraya. Dəyişiblər də, Zakatalada yaşayırsan. O yurda nə sözün var, bu yurda nə sözün var? O yurda mən bir dəfə görmək istəyərəm. O şahlıqda gördüyüm çəmənləri, çiçəkləri, dağları. Bizim evdə də bir erməni ailəsi yaşayır. Amma Zakatalanı qoy abad olsun. Zakatalanı mən
o kadar sevdim ki. Ve bu Zaqatala şəhərində, ya Balakəndə, ya Qaxda bir adam mənim xətrimə dəyməyib. Ne diyorsun? Və hansı rayona da getsəm, Balakəndə də, Qaxda da, Zaqatalada da başçılar da hörmətlə qəbul ediblər, hörmətlə danışıblar və hələ tikdiyim elə bir şey yoxdur ki, tikdirdiyim. O uçaq. Mən həmişə deyirəm ki, o mühəndisin təpəsini güllə vurmalıdır ki, öz sağlığında yaratdığı Uçur dağılır. uçur dağılır. Timboli körpü, məsələn körpü gör nə qədər təzyiqlərə dözür. Dayağından sellərə, üstündən avtomaşınlara, dinamik naqruzkalara, tullanır, düşür, külək hərəkət elətdirir. Və elə bir tikintini tikən adamın beyni də təmiz olmalıdır, açıq olmalıdır. Qəlbi də, ruhu da təmiz olmalıdır. Elə tikintilər haramlıq sevmir. Tikdiyin, qurduğun, yaratdığın sahələr qədər, tikililər qədər ömrün uzun olsun. Sağ ol, Allah. Çox sağ ol. Allah razı olsun. Biz gedirik. Əsər qalır yadigar. Bilmirəm, hansı müdrikinsə fikridir. Çox sərras deyib, bütün yaradılanlar əsər sayılır və duyğulu, yaradıcı ömürdən yadigar qalır. Yol mühəndisi Mövlud Qəhrəmanovun yaratdıqları kimi.